Kiber təhlükəsizlik sayəsində dünyada və ölkəmizdə hansı proseslər gedir və bu prosesləri necə qiymətləndirə bilərik? Mövzumuzu studiyamızın qonağı ilə bərabər müzakirə edəcəyik. Qonağımız isə Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabbarovdur. Xoş gördük sizi studiyamızda Rauf müəllim və həmişəki kimi Medialab aktual mövzulara toxunur. Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyə dair strategiyasına əsasən bu 2 il ərzində 2026 və 2027-ci ildə prioritet istiqamətlər hansılar olacaq? Strategiya bilirsiniz 23-də təsdiq edilib, 27-də bitir və 26-27-ci illər strategiyanın son mərhələsidir. Ona görə düşünürəm ki, bu illərdə bir çox işlər görüləcək ki, qarşıya qoyulan məqsədlər bitsin. 9 istiqamət var, bir neçəsini qeyd eləmək istəyirəm. Hesab edirəm növbəti 2 ildə o istiqamətdə işlər aparılmalıdır və işlər də gedir. Burada birinci növbədə risklərdir, risklərin qiymətləndirilməsi. Ümumiyyətlə, kiber təhlükəsizlik bir mövzudur ki, tam qoruma deyilən bir şey yoxdur. Sadəcə olaraq risklər üzərindən qoruma məsələsi var və artıq bir risklərin reyestri təsdiq olunub, dövlət qurumları mütəmadi olaraq öz təhlükələrini qiymətləndirib, bu riskləri həmən reyestrə daxil etməlidir. Növbəti 2 ildə düşünürəm bu istiqamətdə ciddi işlər aparılacaq. Eyni zamanda bizim dövlət qurumlarının, kritik infrastruktur adlandırdığımız sistemlərin qorunması var. Çünki bu bütün ölkə və hər birimiz üçün çox vacibdir. Bu istiqamətdə ciddi işlər aparılır və son illərdə bu istiqamətdə qanunvericilik dəfələrlə təkmilləşdirilib. Və bizim üçün assosiasiya üçün çox vacib bir məqam var burada. Burada dövlət və özəl tərəfdaşlıq prinsipi ilə çalışılır və dövlət orqanları, şirkətləri, özəl şirkətləri, kiber təhlükəsizlik şirkətləri bizim üzvlərimizə cəlb edirlər ki, onlar bir növ peşəkar dəstək göstərsinlər dövlət qurumlarına. Bu məsələ növbəti illərdə düşünürəm ki, çox sıx şəkildə genişləndiriləcək. Bütün cəmiyyətin maarifləndirilməsi və bilavasitə kadrların hazırlanması və bu 2 istiqamət də bütün cəmiyyətə yönəlik çox vacib məsələdir və bu istiqamətdə bir çox işlər aparılmalıdır. Cənab Prezident bir neçə həftə bundan öncə bilavasitə uşaqların internet mühitində qorunması ilə bağlı sərəncam da imzalayıb, bu ilə bağlı tapşırıqlar da verib və həqiqətən çox həssas məsələdir. Və bu məsələlər düşünürəm ki, növbəti 2 il ərzində diqqət ayrılacaq fərdi məlumatlarla bağlı. Fərdi məlumatlar hər birimizə aiddir. Burada şirkətlərə, adi insanlara, onların qorunması çox prinsipaldır ki, sonra bizim üzərimizə məsələn zənglər edəndə, hakerlər bizə hər hansı bir cəhdlər etmək ki, bizi aldatmaqla bağlı. Bunlar hamısı fərdi məlumatlar hesabına baş verir. Nömrəmizi bilirlər, əlaqə vasitələrimizi bilirlər, bizlə bağlı müəyyən məlumatlara sahiblər. Bu məsələdə də qorumanı yüksəltmək lazımdır. Biz bilirik ki, kiber məkan yetərincə geniş bir ifadədir və anlamdır və burada mütəmadi olaraq məzmunun pərakəndə artımını görürük və belə bir məqamda təbii ki, manipulyasiyalar artır. Bizim də məhz manipulyasiyalarla bağlı çox maraqlı bir süjetimiz var. Gəlin birlikdə izləyək, sonra yenidən mövzumuza davam etdirərik. İnformasiya müharibəsi, həqiqət və manipulyasiya arasında. Artıq müharibələrdə həqiqəti qorumaq bəzən ərazini qorumaq qədər vacib sayılır. Bugün bunu ABŞ-İsrail-İran gərginliyi fonunda da açıq-aydın görmək mümkündür. Son günlərdə sosial şəbəkələrdə yayılan raket hücumları, dağıdılmış şəhərlər və vurulan hərbi obyektlərin göstərildiyi yüzlərlə video yayılıb. Lakin bu görüntülərin hamısı reallığı əks etdirmir. Məsələn, bəzi paylaşımlarda şəhərlərə hücum kimi təqdim edilən kadrların əslində illər əvvəl Suriyada çəkildiyi məlum olub. Digər videolarda isə Qəzza müharibəsinin əvvəlki mərhələlərinə aid görüntülər yeni hadisə kimi yayılıb. Sosial platformalarda milyonlarla baxış toplayan bu paylaşımlar qısa müddətdə informasiya xaosu yaradıb. Artıq müharibələr təkcə silahlarla, raketlərlə və yaxud da ki, digər atıcı vasitələrlə deyil, həm də informasiya vasitəsilə aparılır. Və bu qeyd etmək lazımdır ki, heç də hərbi silahlardan geri qalan bir informasiya, geri qalan bir müharibə deyil. Yəni, informasiya müharibəsində məhz bu amillər çox böyük rol oynayır. İnformasiya müharibəsinin aparılması təkcə demək, kütləni çaşdırmaq və yaxud da ki, fikir yayındırmaq kimi məsələləri deyil, həm də rəqibə qarşı yönəlmiş bir təzyiq aləti kimi də nəzərdə tutulur. Yəni, informasiya müharibəsi aparılan zaman dezinformasiyaların yayılması və yaxud da ki, bilərəkdən hansısa bir daha əvvəl baş vermiş müharibənin görüntüsünü, o cümlədən hətta bəzən belə hallar baş verə bilər ki, kompüter oyunlarından belə götürülən səhnələr hansısa bir müharibənin səhnələri kimi təqdim olunur. Yayılan videoların bir qismi isə ümumiyyətlə kompüter simulyasiyası və ya video oyun görüntüləridir. Lakin ən təhlükəli mərhələ artıq süni intellekt texnologiyalarının informasiya müharibəsinə daxil olmasıdır.
Daha əvvəl süni intellektin məsələn hazırlanan videoların, fotoları tez ayırd etmək mümkün olurdu. Əl və yaxud da ki, insan üzünün müəyyən hissələrində fərqlər dərhal bilinirdisə, indi artıq demək olar ki, o da mümkün deyil. Hansısa bir şəxsin görüntüsü, onun üz cizgiləri, onun səsi, hətta süni intellekt mahnı belə oxuya bilir. Buna görə də süni intellektin gətirdiyi çağırışlar bu demək müharibələr zamanı da çox ciddi amilə çevrilir və heç də təhlükəyə çevrilirdisə yanılmarıq. Süni intellekt vasitəsilə hansısa bir dövlət rəhbərinin və yaxud da ki, rəsmi şəxsin adından verilən bəyanat nəinki həmin dövlətin əhalisini çaşdıra bilər, o cümlədən digər dövlətlərə də mənfi mesaj ötürə bilər və bu da daha böyük dağıdıcı nəticələrə gətirib çıxara bilər. İnformasiya manipulyasiyası bəzən real hərbi əməliyyatlardan daha sürətli nəticə yaradır. Yanlış məlumatların geniş yayılması emosional reaksiyanı artıraraq qarşıdurmanın miqyasını süni şəkildə böyüdə bilər. Bu ilk növbədə kütləyə hesablanmış bir belə deyək alətə ola bilər. Çünki dövlətlər arasında adətən sürətli şəkildə dəqiqləşdirmələr aparıla bilir. Yəni rəqib dövlət olsa belə ona müəyyən kanallar vasitəsilə bir-birləri ilə dəqiqləşdirə bilərlər ki, bu informasiya və yaxud da ki, bu bəyanat sizin tərəfinizdən verilib və ya verilməyib. Lakin geniş kütləni götürdükdə və yaxud belə deyək, ilk anları götürdüyümüz zaman bilirik ki, informasiya müharibəsində ilkin reaksiya çox önəmlidir. İlk 1 saat, ilk yarım saat, hətta ilk 10 dəqiqədə çox böyük önəm daşıyır və əgər qərar vermə mərhələsinə təsir edə bilərsə, bəli, çox ciddi nəticələr verə bilər, ağır nəticələr verə bilər. Mütəxəssislər xəbərdarlıq edir. Müharibə dövründə yayılan hər görüntü həqiqəti əks etdirməyə bilər. Buna görə də informasiya təhlükəsizliyi artıq hər bir istifadəçinin şəxsi məsuliyyətinə çevrilir. Bəli, süjetimizi izlədik, biz isə müzakirəmizi davam etdirək. Və təbii ki, bizim növbəti sualımız kibertəhlükəsizlik sahəsində bugün dünyada və Azərbaycanda gedən prosesləri siz necə dəyərləndirərdiniz? Çox belə intensiv proseslər gedir. Yəni adi insanlar olaraq, yəni sizlər də görürsünüz də, hər gün nəsə bir xəbərlər eşidirik. Ümumiyyətlə bu məsələdə dünya biraz dəyişib. Dünya İqtisadi Forumun bir dünyanın problemləri ilə bağlı bir statistikası var və kibertəhlükəsizlik son 5 ildə ilk 10-luğa girir. Və son illər, bu əvvəl adı gedirdi kiber təhdidlər və kibertəhlükəsizlik məsələləri, son illər adını qoyublar kiber müharibə. Yəni buna ümumilikdə bir müharibə konteksti kimi baxılır. Yəni qlobal olaraq mən fikir verirəm ki, həm dəsti xətt dəyişilir, həm adlandırma terminlər dəyişir. Çox maraqlı. Bunun da sürətlə əslində bir səbəbi var da. Çünki biz görürük son 5 ildə qaynar nöqtələr dünyada çoxdur, müharibələr gedir və bu müharibələr virtual mühitdə də gedir və kiber hücumlar həddindən artıq çoxdur. Çox belə dəhşətli dərəcədə rəqəmlərin artımı var, dəfələrlə hücum rəqəmlərinin artımı var. Bu səbəbdən əminliklə demək olar ki, bu kiber müharibə termini elə belə yaranmayıb. 2000-ci ildə kiber təhdidlərlə bağlı dəyən zərər 5 trilyon dollar idi, indi isə 10 trilyon dollar. 5 ildə 2 dəfə artıb. Çox kritikləşib bu məsələ və bu hər hansı bir hadisə fərqli sektorlara belə fərqli cür gözləmədiyimiz şəkildə təsir göstərir. Əslində bir qədər əvvəl siz məni qabaqladınız. Mən məhz bu qlobal iqtisadiyyata təsirdən danışmaq istəyirdim. Bugünün ən vacib məsələlərindən biri də süni intellekt və süni zəkadır. Və əgər nəzərə alsaq ki, dünyada siyasi baxımdan bütün belə deyək, durum dəyişilir. Yəni müharibələr başlayıb, yeni qarşıdurmalar başlayıb və süni zəka bugün bu siyasi proseslərə necə təsir edir, eyni zamanda qlobal iqtisadiyyata təsirini necə dəyərləndirərdiniz? Süni intellekt məsələsi ümumilikdə çox maraqlı, çox isti mövzudur. Hamı bu haqda danışır. Çox da məlumatlı olmadan danışırlar. Biraz peşəkar əgər danışsaq, bir mənalı demək olar ki, bu süni intellekt tutaq ki, 20 il bundan öncə, 30 il bundan öncə internet bizim həyatımıza daxil olanda .com bumu deyilən bir şey olmuşdu. Çoxlu saytlar yaranırdı. Bəli. Amma bu saytların nəyə lazım olduğunu heç kim başa düşmür. Və nəticədə böhran oldu. Amma böhran olmasına baxmayaraq internet həyatımıza daxil oldu. Bax, indi elə bir proses gedir. Süni intellekt haqqında hamı danışır. Bəzən bu bum xarakteri alır. Ola bilsin ki, bir iqtisadi böhranı da gətirib çıxarda bilər. Amma əminəm ki, bu iqtisadi prosesləri dəyişir. Çünki məsələn bir rəqəm deyim sizə, OpenAI şirkəti bilirsiniz, ChatGPT-nin yaradıcısı, onun illik hesabatını elan elədi. Nvidia şirkətinin 30 min işçisi hər gün ChatGPT istifadə edir. Yəni bu o deməkdir ki, demək olar ki, şirkət hər gün ChatGPT-ni öz bir iş mühitinə inteqrasiya edib. Və səmimi deyim, indi ətrafımızda insanlardan soruşsaq, hamımız nə cür nəsə bundan istifadə edirik. Faydası var,
Faydasını bugün heç kim rəqəmlərlə dəyərləndirə bilmir. Amma biz başa düşürük bu effektlidir. Və sabahları daha çox şirkət bunu öz işində inteqrasiya eləsə, bir tərəfdən insan resurslarına bu biraz qənaət eləyir və bəzi işçiləri işdən çıxartmaq imkanı olacaq. Bəli. Yəqin ki, biz bunu başa düşürük. Amma mən əminəm ki, bu o söylədiyim məsələlər üzərindən iş həyatının effektivliyini artıracaq, sürəti artıracaq. Bir çox məsələlərdə vaxt lazım olan problemin həlli üçün indi bir dəqiqəyə təhlil apara bilir, cavab verə bilir. Kiber təhlükəsizlik baxımından biraz problemlər yaradır, səmimi desəm. Çünki bu deepfake texnologiyaları biraz Rauf müəllim yetərincə böyük problemlər yaradır. Çox böyük problemlər yaradır. Bu kontentlə artıq həmən insana qarşı kiber hücum eləmək və yaxud da onun imicinə ziyan vurmaq, bu kimi məsələlər dünyada da çoxdur. Və bugün bizim camiyə çox düşünür bu barədə ki, bunun qarşısını necə almaq olar, fərqli tədbirlər keçirilir, məsələ müzakirə olunur. Süni intellektin bir tənzimləməsi ilə bağlı bir standartlar hazırlamağa başlayıblar. Məsələn, ISO-nun artıq belə bir standartı var. Yəni, məsələ çox qlobaldır və yalnız texnoloji məsələ deyil. Çünki digər tərəfdən baxırıq ki, süni intellektlə məşğul olan şirkətlər bugün dünyanın ən böyük şirkətləridir. Və sonda çox istərdim ki, konkret olaraq internet istifadəçilərinə və Medialabın tamaşaçılarına hansı tövsiyələri verərdiniz? İnternet həyatımızdır, siz ondan istifadə edin, qorxmayın, amma həmişə kritik yanaşın, bütün qarşısına çıxdığı məqamlara inanmayın. Təşəkkür edirəm, çox sağ olun. Minnətdarıq.